Hər vaxtınız xeyir olsun, əziz kanal izləyiciləri. Bugün sizə Dövlət İmtahan Mərkəzinin və OTK AZ saytında OTK AZ-ın sınaqlarının birinin, yəni sınaq 1-in izahını verəcəm. Birinci suala baxaq. Albaniya Manna dövlətindən fərqli olaraq Atropatena dövləti. Media dövlətinin hücumuna məruz qalıbdır. Atropatenanın fərqliliyini istəyir. Atropatena medianı görməyibdir. Burada bizim A variantı deyil. Yunan yazısı bu həm Atropatenada, həm Albaniyada olubdur. Biz B variantını götürməliyik, oxşarlıqdır. Eramızın ilk əsrlərində şüşə qablardan istifadə olunubdur. Bu Albaniyaya aiddir, Atropatenaya aid deyildi. C variantını götürməliyik. Roma Respublikasının qoşunlarına qalib gəlibdir. Bəli, bu eradan əvvəl 36 Fraspa döyüşüdür. Atropatena qalib gəlibdir və onu da diqqətinizə çatdırım ki, bu dövrdə Roma Respublika idi. Quruluş baxımından eradan əvvəl 509, eradan əvvəl 27 Roma Respublikası mövcud olmuşdur. Doğru cavabımız D variantıdır. Uyğunluq gözlənilmişdir. Ziviyədə tapılmış gümüş sini üzərində mixi yazısı, xeyr bu səhvdir, hieroqlif var idi sininin üzərində. Roma imperatoru Pompey, elə ilk öncə imperator Pompey doğru gəlmir. Pompey imperator deyildi, sərkərdə idi. Həm də Fraspada Antoni savaşmışdı. Albaniya memarlığına Krift abidəsi səhvdir, Atropatena mədəniyyətinə aiddir. Manna mərkəzləşmiş olubdur 8-ci əsrdə, 9-cu əsrdə deyil, səhvdir. Selevki hökmdarı Atropatenaya hücum edibdir. Artabazanın dövründə onu asılı hala salıb. Eradan əvvəl 223-də doğru cavabımız Y-dir. Üçüncü sualda xronologiyada biz düzgünlüyü təmin etməliyik. Süni oddan istifadə orta paleolit, oturaq həyat neolit, sənətkarlıq müstəqil olub orta tunc, Küraraz erkən tunc, siklopik tikililər isə son tuncdur. Burada biz 3-4 erkən tuncla orta tuncun yerini dəysək doğru alınacaq C variantıdır. Burada C variantı doğru fikrimizdir. Növbəti 4-cü suala baxırıq. Hərbi işlər dayandı. Köhnə dinlərə və tanrılara qarşı mübarizə aparıldı. Nəticədə mediada nə baş verdi? Bu, hərbi yürüşlərin dayanması aid Astiaqın dövrüdür və əyanlar ondan uzaqlaşdılar və ziddiyyətlər artdı. Nəticədə üsyan və üsyan nəticəsində də Astiaqı devrib media dövlətinin varlığına son qoyuldu. D variantımızdır. Verilənlərdən biri, daha doğrusu deyir ki, verilənlər arasında hansı hökmdara aid məlumat yoxdur. Mediada İskit ağalığına son qoyubdur. Kiaksar 625 var. Bunu götürməliyik. Roma sərkərdəsi Antoniya qarşı vuruşubdur. Artabazd. Oktavian Avqustun köməyi ilə hakimiyyətə gəlib Ariobarzan. Kür çayı sahilinə baş vermiş döyüşdə Pompeya məğlub olmuşdu Orus. Amma Ariovasta aid heç bir şey yoxdur. Doğru cavabımız Y-dir. Xronologiya. Media Mannanın varlığına eradan əvvəl 590-da son qoyub. Atropatın Baryak üsyanını yatırması 327 eradan əvvəl. Kaştariti mediada Aşur əsarətinə son qoymuşdu. Bu olubdur. Demək, Kaştariti 673-də üsyan eləyib, eradan əvvəl 672. Alanların Atropatena və Albaniyaya yürüşüb bizim eranın 1-ci əsrinə aiddir. Deməli, burada düzülüş nətər olacaq? 3, 1, 2, 4. 3, 1, 2, 4. D variantıdır 6-da doğru cavabımız. Venn diaqramıdır. Venn diaqramında Artabazan və Artabazd. Hakimiyyəti illərində ölkəyə yadelli hücumları, bəli, bu oxşarlıqdır. Artabazanda Selevkilərdir, Artabazda Romalılar hücum edibdir bunlara. Roma ilə dostluq əlaqəsi Artabaz qurub.
Eradan əvvəl 3-cü əsrin birinci yarısında Selevkilərdən asılı vəziyyətə düşübdür. Düzdür, Artabazan Selevkilərdən asılı hala düşüb, amma 3-cü əsrin ikinci yarısıdır. 223 3-cü əsrin ikinci yarısına düşür eradan əvvəl. C variantını heç birinə götürmürük. Qərbi Roma imperiyası deyir. Qərbi Roma imperiyası 395-dir. Nə Artabazan, nə də Artabaz bizim erada yaşamayıblar. Bu bizim eraya aid olan hadisədir. 3-cü Antioxla mübarizə, bəli, Artabazanın dövrünə gedirdi. Bu 7-də doğru cavabımız olacaq A variantı. Erkən Tunc dövrünə aid deyil. Kişi əməyi ön plana çıxıbdır. Erkən Tuncda aiddir. İlk şəhər məskənləri Orta Tuncdur, aid deyil. Ev heyvanlarının hamısının əhliləşməsi Eneolitdir, aid deyil. Qəbirlərin üzərində kurqan aiddir. İkinci ictimai əmək bölgüsü bu Orta Tunc dövründədir. 2, 3, 5 doğru cavabımız B variantıdır. Manna və İskit dövlətləri üçün oxşarlıq təşkil etsə də Albaniya üçün fərqlilik. Eradan əvvəl 1-ci minillikdə 3 dövlət də mövcud olub, oxşarlıqdır. Midiya dövləti ilə mübarizə aparıbdır. Manna, İskit Midiya ilə mübarizə aparıb, amma Albaniya mübarizə aparmayıbdır. B variantıdır, fərqliliyidir. Eyni ildə olan hadisələri götürməliyik. Eyni ildə olan hadisə, biraz böyəldək, siz yaxşı görəsiz. Maqneziya döyüşü 190 Afina Dəniz İttifaqının yaranması, bu olubdur 5-ci əsr, aid deyil. Azərbaycana türklərin ilk axını eradan əvvəl 7-ci əsr, Drakon qanunları da eradan əvvəl 7-ci əsrdir, 2-ni götürək. Atropatenanın Selevkilərdən asılı vəziyyətə 3-cü əsr, Roma Aralıq dənizində güclü dövlətə çevrildi 2-ci əsr, bu da götürülə bilməz. Aşurbanipal Mannaya hücum edib 650 eradan əvvəl 7-ci əsr, Afinada gümüş pullar da eradan əvvəl 7-ci əsrdir, 2-4 A variantıdır. Növbəti suala keçək. Demək, burada nə deyir? Azərbaycan 7-6-dan fərqli olaraq 3-6-dan üzr istəyirəm, fərqli olaraq 7-9-da nə baş veribdir? Əhali siyahıya alınıb. Əslində hər ikisində siyahıya alınıb. Deməli 3-6 arası 463-487 mərzbanlıq dövründə siyahıya alma aparıblar. Ərəblər də 725-də. Bu oxşarlıqdır. Əhalidən can vergisi 2 dövrdə də alınıb. Birində gezid, birində cizyə. Xəzər xaqanlığının yürüşlərinə son qoyulub. Bizim doğru cavabımız C-dir. Deməli 3-6-cı əsrdə heç Xəzər xaqanlığı yoxdur. Xəzər xaqanlığı yaranıbdır 7-ci əsrdə bizim eranın. Xəzərlərin Azərbaycan yürüşlərinə də 8-ci əsrin sonunda Xəzər-Ərəb müharibələrinin bitməsi ilə son qoyulmuşdur. C variantıdır. 12-də deyir ki, doğru verilməyib. İranzu mərkəzləşmə siyasəti apardı, Manna qüdrətli oldu. Bu doğrudur, bizə səhv lazımdır. Sarqon 714-də yürüş eləyib, o dövrdə ulusunu idi, o ali deyildi, səhv budur. Aşerinlə Aşur ittifaqa girib, İzirtu Aşurbanipal tərəfindən yandırılıb. Bu da doğru fikirdir, götürə bilmərik. 650-dən söhbət gedir eradan əvvəl. Mannanın Aşura köməyi göstərməsi, Urartu tərəfindən Asurun varlığına son qoyulması səhv fikirdir. Urartu Aşurun varlığına son qoymayıb, bunu Midiya edibdir. 2-4 A variantı doğru cavabdır. İkinci Vaçenin dövründə paytaxt Bərdəyə köçürülüb əzim. Bərdədə 3-də yerləşir. D variantıdır. Növbəti suala baxırıq. Deməli, burada nə istəyir? Bir dəqiqə. Görünmür ekranda. Bəli, indi baxaq. 1-ci Şapur, 3-cü Mömin Vaçaqan. Deməli, 1-ci Şapur olubdur 3-cü əsrdə hakimiyyətdə. A variantı getməz. Roma qoşunlarını məğlub edib, bəli, Valeriyanı məğlub edibdir. B variantı. Albaniyanı da asılı hala salıb, Nəkşü Rüstəm 262
BC gedər 1-ə. Mömin Vaçaqan, bəli, Arşakilərin son nümayəndəsi idi. 510-da onu taxtdan deviriblər. Mərzbanlıq dövrü başlayıb Albaniyada. Zərdüştlüyü yaymayıbdı. Bu xristianlığı yayıbdı. Səhv fikirdir. Aguyen 488 buna düşür. BC, AC, C variantıdır. Doğru fikir istəyir. Atropatena 1-ci Vaçaqan tərəfindən birləşdirilib. Vaçaqan Alban hökmdarı idi. Xostak irsi deyir. Xostak şərti idi. Bizə doğru lazımdır. Yeni Alban əlifbası Urnayır deyir. Bu Asuagenidir. Sasani Bizans deyir, Urnayır deyir. Urnayır Sasani Romaya mübarizəsində Sasaniyə müttəfiq olub. Bizans yaranıb 395-də, Urnayırın hakimiyyəti 371-də sonlanıb. Yəni səhvdir bu da. Məzdəkilər hərəkatın yatırılmasında Axunlar kömək etmişdi Sasaniyə. Axsuvar xan Qubada kömək etmişdi. Doğru cavabımız Y-dir. Albaniyada Mehranilər sülaləsinin dövründə 630-705. Bələncər şəhərini diri ərəblər tutub 722. Uyğun gəlmədi. Savalan dağı 731. Uyğun gəlmədi. Sasani dövlətin varlığına 651-də son qoyulub əzizlərim. 651-də və 630-705 arasıdır. Bəli, bu bizim doğru cavabımızdır. Deməli, 17-ci suala baxırıq. Uyğunluqdur. Qalib tərəflərə görə döyüşləri seçməliyik. Xəzərlər qalib gəlibdir. Görə hansı döyüşdə? Savalanda. Bura Y götürək. 731. Sasanilər qalib gəlibdir. Amiddə 359. 1-ə Y2-yə D. Ərəblər qalib gəlibdir. Nəhavət döyüşü. Həmədan Nəhavət döyüşləri. 642. 1-ə Y, 2-yə D, 3-ə C. Y variantıdır. Burada doğru cavabımız. Y variantı. Nəsə alınmadı bir dəqiqə. Aha. 18-ci suala baxırıq. Cərmidan döyüşünün nəticəsi. Cərmidanda ərəblər qələbəçi alıb götürmərik. Albaniyanın daxili müstəqilliyinə 705-də son qoyublar. Cərmidan 643-dür. Ərəblərin Qafqaza yolu açılıb, bəli. Albaniya yürüş ediblər 643-də. Doğru cavabımız C-dir. Ərəblərin dövrünə aid olmayan torpaq mülkiyyət İncudur. Monqolların dövründə sülalə torpaqları idi. Cavanşirə uyğunluğu götürməliyik. Cavanşir Mehrani idi, Arşaki deyil. Ərəblərlə diplomatik əlaqə 667-670 bəli doğrudur, ona uyğundur. Xəzərləri məğlubiyyətə uğradıb, bəli 662 Kür döyüşündə paytaxtı Bərdəyə bu köçürməyib, 2-ci Vaçə köçürüb, 2-3 C variantı. Neolit, eneolit oxşarlıq, ata xaqanlığı olmayıb. Neolit, eneolitdə ana xaqanlığı idi. Amma istehsal təsərrüfatı bəli mövcud olub, B variantıdır. Mezolitdən yaranıb istehsal, günü bugün də biz istehsal təsərrüfatı ilə məşğul oluruq, B variantıdır. 22 daha əvvəl olanı istəyir. İbtidai maldarlıq mezolitdir, saxsı qablar neolitdir. İnsanlar yaşayış məskəndən kənarda Tunc dövründədir, dəfn olunub. Toxu əkinçilik xışla erkən Tunc dövründə əvəzlənib. 3-cü ictimai əmək bölgüsü son Tunc dövründədir. Daha əvvəl mezolitdir, A variantıdır. Albaniya 4-cü əsr. 313-də xristianlıq dövlət dininə çevrilib. Bəli, 1. Xəzər xaqanlığının basqınları. Xəzər xaqanlığı heç 4-cü əsrdə mövcud deyildi, götürmərik. Haylandır Hunları 462-dir, 5-ci əsrdir. Kolt Diziravda itirilib. Roma tərəfindən tutulmuşdu. 371. 4-cü əsr eləyir. 1-4 üzr istəyirəm. 1 və 4. Doğru cavabımızdır. Sırdaka Manna tarixidir. 714 eradan əvvəl. Sarqun Urartun hücumlarından Mannanı qorumalı idi. Əvəzinə də Manna Aşur xəzinəsinə
xərac verməli idi. Burada doğru cavabımız 1-3. Erkən ortanın oxşarlığı, tunc dövrlərinin oxşarlığı. Qoşqu heyvanlarından istifadə erkəndə yaranıb, orta tunc dövründə də istifadə olunub. Süni suvarma erkəndə yaranıb, orta tunc dövründə də istifadə olunub, bugün də istifadə edirik. İctimai əmək bölgüsü erkəndə də var, orta tunc dövründə də var. Burada doğru cavabımız boyalı qablar orta tunc dövründə, hərbi işdə deməli oxşarlıq deyildi. 1, 2, 3 doğru cavabımızdır. Xronologiya deyir. Manna Midiya dövlətinin varlığına 550 eradan əvvəl, Kutilər Akkad dövlətinin süquta uğradıbdır eradan əvvəl 22, Qavqamela eradan əvvəl 331, Manna hökmdarı ulusunun Aşuriya ilə ittifaqı pozması 716. Deməli, burada nə olacaq? Birinci 2 gələcək 26-da, sonra 4 gələcək 716, sonra gələcəkdir Midiya 550, sonra da Qavqamela 331. Qəbalə. Qəbalə icazə kağızı idi xərac toplanması üçün. Birinci. Amil ərəblərin dövründə vergi yığan məmur idi, nəzarət eləyirdi. D variantı. İlcədə ki, bu ərəb feodallarının əlinə keçən kəndlərin torpaqları idi. Buna da gedir B variantı. Situasiyaya baxarıq. Situasiyada nə deyir? Situasiyanı əvvəlcə oxuyaq. Deyir ki, Atropatilərin cənub qonşuluğunda çarlığa 3-cü Antiox keçdi. Antiox öz hakimiyyətinin ilk illərindəcə çox böyük bir təhlükə ilə qarşılaşdı. Onlar təxminən 30 il ölkənin cənubunu özündən asılı halda saxladı. Bu zaman Ön Asiyada qüvvələr nisbətinin Antioxun xeyrinə olması Atropatenanı uzun müddət ondan asılı olmağa məcbur etdi, lakin bu döyüş dövlətçiliyin qorunmasına kömək etdi. Mənbədə bəhs edilən döyüşün adı nədir? Bu eradan əvvəl 190 Magneziyadır. Magneziya. Atropatenanın bəhs edilən çarlıqdan asılı düşməsinin mənbədə verilməyən səbəbi Artabazanidir hakimiyyətdə. O hazır deyildi. Hazır deyil. Mənbədə bəhs olan döyüşün nəticəsi. Selevkilər məğlub olur. Atropatena yenidən müstəqil olur. Bir də nə deyə bilərik buna? Deyə bilərik, Selevkilər parçalanır. Roma qüvvələri qələbə çalır. Yəni, bu cür cavabları biz situasiyada yazıb cavablandıra bilərik. Siz də hazırlıqlarıma yazılmaq istəyirsinizsə, həm MİQ, həm sertifikasiya, həm abituriyent hazırlıqlarına, onda YouTube kanalımda qeyd olunmuş nömrə ilə əlaqə qura bilərsiniz. Sağ olun, diqqətinizə görə.